Salam müəllimlər. Baxaq Azərbaycan Respublikasının ümumi təhsilin dövlət standartları mövzusunda taim test izahına. Ümumiyyətlə tövsiyə edirəm ki, testin izahından öncə bu mövzunun mövzu olaraq izahına baxasınız. Hansı ki, orada son vəsaitdə təhsillə bərabər imkanlar və inklüzivliyin oxşar və fərqli cəhətləri testlərdə necə ayırd edə bilərik? Bundan əlavə tez-tez qarışdırılan məqamlardan olan inkişaf yönümlülük və fəaliyyətin simullaşdırılmasının fərqli məqamları və sair hamısını qeyd etmişəm. Yenə də deyirəm, maksimum dərəcədə səhvsiz, tez, daha düzgün, daha rahat şəkildə test işləmək istəyirsinizsə, həmin izahı dinləmənizi tövsiyə edirəm. İndi isə keçək izaha. Birinci sualda deyir ki, dərs zamanı müəllim şagirdləri kimyəvi təcrübə aparmaq üçün, kimyəvi təcrübə, bir dəqiqə qələmimi götürün. Kimyəvi təcrübə aparmaq üçün laboratoriya aparır, lakin heç bir təhlükəsizlik tədbiri görmür. Biz dəstəkləyici mühitin yaradılması pedaqoji tələbində demişdik ki, şagirdlərin təhlükəsiz təhsil şəraitinin yaradılması, daha sonra infrastrukturdan rahat şəkildə istifadə edə bilməsi və s. Bunların hamısı, burada məsələn, diqqəti veriblər, təhlükəsizlik tədbirləri görmür. Yəni, şagirdləri həmin bu təhlükəsiz təhsil şəraiti ilə təmin etmək barədə olan məsələ ilə bağlı, belə deyək, riayət etmir ona. Ona görə də cavab olur, nə? Dəstəkləyici mühitin yaradılması. İkinci sualda deyir ki, müəllimi təşkil etdiyi nümunəvi dərsdə məktəbin direktoru və direktor müavini iştirak edirlər. Müəllim dərs prosesində daha hazırlıqlı şagirdlərlə sual-cavab edir. Digər şagirdlər bu prosesdən kənarda qalırlar. Biz inklüzivliyin izahı zamanı dedik ki, əvvəllər məsələn inklüzivlik sadəcə olaraq şagirdin fiziki imkanları məhdudluğunun nəzərə alınması idisə, situasiyalar zamanı, hal-hazırda yeni qaydaya görə həm fiziki, psixoloji fərqliliklərinin nəzərə alınması, bundan əlavə həmçinin fərqli belə deyək, fərqli potensiallarının nəzərə alınması da ön plana çəkilir həmin bu inklüzivlikdə. Ona görə də burada müəllim şagirdin həm də intellektual olaraq fərqli olacağını nəzərə almır, onu kənarda qoyur. Halbuki hər kəs o 45 dəqiqə dərs sual-cavab müddətində hər kəsin eyni dərəcədə iştirak etmək hüququ var. Ona görə də müəllim burada inklüzivlik pedaqoji tələbini pozmuş olub. 3-də deyir ki, sinifdə şagirdlərdən biri davamlı şəkildə digər iki yoldaş tərəfindən incidilir. İncidilmə varsa, burada bir şagirdin mənəvi psixoloji cəhətdən düzgün mühitdə dərs, belə deyək, təhsil almamağından söhbət gedəcəkdir. Müəllim bu halı müşahidə etdiyinə baxmayaraq heç bir tədbir görmür. Düşünür ki, bu işlə məşğul olmaq vaxt itkisinə səbəb olacaq və əsas diqqətini dərsə keçməyə yönəldir. Yenə də dəstəkləyici mühitin izahı zamanı nə dedik? Dedik ki, müəllim şagirdi həm fiziki, həm psixoloji zorakılıq hallarından qorumursa, sinifdə bir şagird digərinə bullying hal törədirsə və yaxud müəllim özü belə bir sinifdə şagirdə qarşı bullying edirsə, onu daima psixoloji, zoraki olaraq incidirsə, yenə də dəstəkləyici mühiti pozmuş olacaqdır. Dəstəkləyici mühit həm infrastrukturun doğru düzgün yerində olmasıdır. Həm təhlükəsiz təhsil şəraitidir, həm də şagirdin psixoloji olaraq, beyin olaraq o sinifdə rahat olmasını təmin etməkdir. Burada isə müəllim buna riayət etmir. Deyir, bu situasiya ilə bağlı verilənlərdən hansı doğrudur? Birdə deyir, bərabər imkanlar tələbi pozulmuşdur. Xeyr, burada dediyim kimi dəstəkləyici mühit pozulmuşdur. Müəllim təhsil alanı müstəqil həyatı və əmək fəaliyyətinə hazırlamaq. Burada ümumiyyətlə müəllim şagirdi təhsil alanların fiziki və psixoloji zorakılığın bütün formalarından qorumalıdır vəzifəsini yerinə yetirmir. Hansı ki, yenə də deyirəm, dərs izahı zamanı da qeyd etdim ki, müəllim bu vəzifəsini yerinə yetirməməsi dəstəkləyici mühiti pozulmasına gətirib çıxarır.
çıxaracaqdır. 3-də deyir ki, müəllim şərəf və ləyaqətlə, hörmətlə yanaşmaq hüququndan istifadə edir. Burada heç bir hüquqa aid situasiya yoxdur. 4-də deyir, ümumi pedaqoji tələblərdən fəaliyyətin stimullaşdırılmasını, izah zamanı, indi birazdan testlərin üzərində yenə də deyəcəm. Fəaliyyətin stimullaşdırılması şagirdin fəaliyyət zamanı, tapşırıq işləyərkən, bir fəaliyyətlə məşğul olarkən indiki zamanda ona verdiyimiz dəstəkdir, verdiyimiz düzgün rəydir, verdiyimiz düzgün istiqamətdir, həmin an ona düzgün münasibət bildirməyimizdir. Budur fəaliyyətin stimullaşdırılması. 5-də deyir, bəli, dəstəkləyici mühit. 6 fiziki və psixoloji, bəli, bayaq dediyim. Fiziki və psixoloji zorakılığın bütün formalarından qorumaq vəzifəsi. Cavab 5, 6. 4-də deyir, müəllim şagirdlərdə esse yazmağın strukturunu öyrətməyə hədəf qoyur və lövhədə 5 fərqli mövzu. Fərqlilik, fərqli mövzu, şagird fərqliyi, şagirdlərin fərqli potensialının olması və s. Fərqlilik mövzusunu gördükdə mütləq orada özünüz üçün bir qeyd götürün, altına xətt çəkin. Adını qeyd edərək şagirdlərə bildirir ki, hər kəs özünə maraqlı gələn mövzu haqqında esse yazsın. Hər bir şagirdə imkan yaradır ki, hər bir şagird öz marağına uyğun. Biz təhsildə bərabər imkanların yaradılmasını izah edəndə dedik ki, şagird maraqlarını, şagird potensialını, şagirdin hara meyli varsa, bütün onların nəzərə alınması təhsildə bərabər imkanların yaradılmasıdır. Bir növ inklüzivliyə bənzəyir, amma bütün testlərdə, testlərin cavabında buna diqqət yetirilir. Gördüyünüz kimi, burada inklüzivlik yoxdur. Cavabı yoxdur. Cavab təhsildə bərabər imkanların yaradılmasıdır. 5. Müəllim KSQ keçirdikdən sonra biz inkişaf yönümlülük tələbini deyəndə, inkişaf yönümlülük pedaqoji tələbindən danışanda dedik ki, KSQ, BSQ, gündəlik formativ qiymətləndirmə, gündəlik sinifdə keçirdiyimiz tapşırıqlar və s. bunların nəticələrini təhlil edib, şagirdə izah edib, oradakı boşluqları aradan qaldırmaq üçün hər hansısa addımlar atırıqsa, inkişaf yönümlülük pedaqoji tələbini qorumuş oluruq. Yenə də deyirəm, olub bitdikdən sonra, proses zamanı demirəm, nailiyyətin qiymətləndirilməsindən sonra onları təhlil edib, çətinliklərin aradan qaldırılması üçün müəyyən addımlar atırıqsa, sonra planlamamızda dəyişiklik ediriksə, gündəlik planlamamızda, tədrisimizi buna uyğun planlaşdırırıqsa, nəyi qorumuş oluruq? İnkişaf yönümlülüyü. Digəri, aşağıdakılardan hansı pedaqoji prosesin tamlığına aid deyil? A-da deyir ki, müəllim dərs müddətində şagirdləri inkişaf pedaqoji prosesin tamlığı. Tamlıq nə idi? Həm öyrətməlidir, həm inkişaf etdirməlidir, həm də tərbiyə etməlidir. A-da deyir ki, müəllim dərs müddətində şagirdləri inkişaf etdirmək üçün sual-cavaba vaxt ayırmaqdansa, dərsi davamlı olaraq izah etməyə üstünlük verir. Dərsin davamlı olaraq izahı tam dərs keçimi, yəni pedaqoji tələbi tam yerinə yetirmişik demək deyil. Sadəcə dərsi izah etməklə kifayətlənməməliyik. İzah edərkən bunun şagirdə harada, necə, nə zaman lazım olacağını, yəni inkişaf etdirici xüsusiyyətləri, tərbiyə edici xüsusiyyətləri barədə də məlumat verməliyik. Buna da vaxt ayırmalıyıq. Cavab elə A bəndə olacaq. B-də deyir, şagird bilir ki, bitkilərin qayğısına qalmaq vacibdir. Buna görə dibçəkdəki güllərə su verir. B doğrudur. Baxın, öyrədib, şagird bilir, nəzəri olaraq bilir və həyatda, gündəlik həyatında da bu məktəbdə öyrəndiklərini tətbiq edir. C-də deyir, müəllim dərsin öyrədici olması üçün dərsin əvvəlində məqsəd qoyur və dərs boyu məqsədə çatmaq üçün. Mən yenə də deyirəm, bundan öncəki videonu izləsəz görəcəksiniz ki, tamlığı izah edən zaman dedim ki, müəllimin dərsinin məqsədini öncədən müəyyənləşdirməsi, biz buna gündəlik planlamada deyirik, dərsin təlim nəticəsi də deyirik, dərsin məqsədi də deyirik. Bunu öncədən müəyyənləşdirməsi və fəaliyyətini buna uyğun qurması pedaqoji tələblərdən prosesin tamlığıdır. Pedaqoji prosesin tamlığıdır. Yadımızda saxlayaq. D-də deyir, dərsin sonunda şagird yol hərəkəti qaydalarının, baxın, dərsin sonunda müəllimin öyrətdiklərinin insan üçün, yəni həm də tərbiyə xüsusiyyətlərini anlayır. 7-də deyir, bölmənin sonunda içməli suyun təbiətdə rolu və həyatımızda suya qənaətin. Bəli, dərsdə içməli suyun təbiətdə rolunu öyrənir. Gündəlik həyatda da bu öyrəndiyini
belə deyək, tətbiq edir. Y-də doğrudur, cavab olacaq əbəndi. 7-də deyir, müəllim şagirdlərə dövlət rəmzləri haqqında, məlumat vermək nə idi? Səriştə olaraq milli kimliyin dərki idi və hər bir Azərbaycan vətəndaşının bunları öyrənməsinin önəmli olduğunu aşılayır. Bu həm də dəyərlərin, milli mənəvi dəyərlər bizi bura aparır. Testini çox uzadıb, çox asan bir testdir. Milli kimliyin dərki, şəxsiyyət yönümlülük. Müəllim şagirdlərin qrup işi zamanı, ümumiyyətlə, harda qrup işi, harda əməkdaşlıq sözləri gördünüzsə, bu bütün situasiyalara aiddir. Mütləq altından xətt çəkib qeyd götürün. Effektiv çalışmaları çox xüsusi meyarları olan rubrik hazırlayır. Bu cür rubrik hazırlamaqla müəllim təhsil alanlarda hansı səriştənin formalaşmasına hansı səriştənin formalaşmasını hədəfləyir. Qrup işi zamanının altından xətt çəkdim. Qrup işi zamanı deyirsə, bu bizi nəyə aparacaq? Bu bizi əməkdaşlıq səriştəsinə aparacaq. Qrup işi zamanı effektiv çalışma, bu kimi məsələlər mütləq şəkildə əməkdaşlıq səriştəsində lazım olanlardır. 9. Cədvəli tamamlayın. Şagirdlər hansı mövzularda çətinlik çəkdiklərini müəyyənləşdirərək, elə bil ki, həm səriştəni, həm də pedaqoji tələbi tapmalıyıq. 2 dənə də situasiya verilib. Birincidə deyir ki, şagirdlər hansı mövzularda çətinlik çəkdiklərini müəyyənləşdirərək müxtəlif strategiyalardan istifadə edib vəziyyəti düzəltməyə çalışırlar. Harda çətinlik çəkir, çətinlik çəkdiklərini müəyyənləşdirərək müxtəlif strategiyalardan istifadə edib vəziyyəti düzəltməyə çalışırlar. İkincidə də deyir ki, müəllim fiziki qüsurlu şagirdin sinif mühitinə tez adaptasiya olması üçün fərqli qrup işləri həyata keçirir. İkinci hissədə yəqin ki, gördük ki, artıq pedaqoji tələbimiz inklüzivlik olacaq. Cavablara baxaq. B-ni saxlayıram və Y-ni saxlayıram. Deyəsən, birində səriştəni istəyir, digərində isə pedaqoji tələbi istəyir. Baxaq. B-yə baxaq. Müstəqil öyrənmə, şagird yönümlülük, 2-də də əməkdaşlıq və inklüzivlik. Y-də deyir, şəxsi və sosial məsuliyyət, inkişaf yönümlülük. Baxın, burada şagirdlər harda çətinlik çəkirsə, həmin o hissələrdə onları müəyyənləşdirir, müxtəlif strategiyalardan istifadə edib vəziyyəti düzəltməyə çalışır. Demək ki, bu şagirddə müstəqil öyrənmə səriştəsi var. Öz səhvlərini anlayır, özü onları düzəltməyə çalışır, onları belə deyək də, vəziyyəti idarə etməyi bacarır. Bu müstəqil öyrənmə səriştəsidir. Dolayısıyla da pedaqoji tələbimiz şagird yönümlülük olacaqdır. Çünki strategiyalardan istifadə edib deyir. Strategiya yadımızda qalsın, həmişə bizi şagird yönümlülüyə aparır. Həmişə deməyək, böyük hallarda şagird yönümlülüyə aparacaqdır. 2-də də deyir ki, şagirdin sinif mühitinə tez adaptasiya olması üçün qrup işləri nə zaman lazım olur? Əməkdaşlıq səriştəsi zamanı lazım olur. Əməkdaşlıq, inklüzivlik. Cavab B bəndə olacaq. Digəri. 10. Uyğunluğu müəyyən edin, rəqəmsal informasiya savadlılığı. Dərsin izahında da dedim ki, rəqəmsal savadlılıq texniki avadanlıqlardan istifadə bacarığıdır. İnformasiya savadlılığı o texniki avadanlıq olmadan belə əldə olmasa da, yəni o gedib bunu hər hansısa bir kitabxanadan da əldə edə bilər, qəzetdən əldə edə bilər və yaxud da ki, bu avadanlıqdan, internetə çıxışdan istifadə edib, oradan düzgün informasiyanı əldə edə bilmə bacarığıdır. Düzgün mənbədən informasiyanı əldə edə bilmə bacarığı informasiya savadlılığıdır. Düzgün məlumat əldə etmək. İndi oxuyaq. A-da deyir ki, müəllim şagirdlərə mövzu ilə bağlı PowerPoint proqramında təqdimat hazırlamağı tapşırır. İKT bacarıqları bizi aparır rəqəmsal savadlılığa. Bir də A-nı götürək. B-də deyir, havanın küləkli və yağışlı olacağı xəbəri ilə rastlaşan şagird bu xəbərin mənbəyini araşdıraraq.
Mənbə araşdırıramsa, məlumat araşdırıramsa, informasiyanı əldə etməyim üçün hər hansısa bir mənbədən məlumat əldə edirəmsə, bu məni aparır informasiya savadlılığına. Rəqəmsal savadlılıqla informasiya savadlılığının fərqi bundan ibarətdir. C-də deyir, şagird informatika dərsində, baxın, kompüterdən istifadə etmək, hər hansısa bir avadanlıqdan istifadə etmə deyirsə, rəqəmsal savadlılıqdır. D-də də deyir, şagird məktəb kitabxanasının kataloqundan, bayaq dediyim kimi, kitabxanadan o məlumatı əldə edə bilirəmsə, müxtəlif məlumat mənbələrindən informasiya əldə etməyi bacarıramsa, bu da informasiya savadlılığı olacaqdır. 11. Boş xanaya ən uyğun gələn ifadəni dövlət rəmzi, Azərbaycan ideyaları, dövlət rəmzlərinə hörmət, asan sualdır. Bu hansı idi? Bəli, bu milli kimliyin dərki və iftixar hissi idi. Milli dəyərlərimiz. 12-də deyir ki, direktor məktəb həyatına mane olmamaları üçün valideynlərin məktəbə giriş-çıxışı deyirsə, müəllimlər, bu asan sualdır. Məktəb valideyn əlaqələrinin tənzimlənməsi olacaq. Çox vaxt itirməyək. 13-də klass yeri tamamlayın. Təhsil alanlarda formalaşdırılan səriştələrdən biridir. Texnologiya dərsində taxta oturacaqdan kitab rəfi hazırlayır. Bu şagirddə hansı bacarıq olacaq? Təbii ki, yaradıcı təfəkkür olacaq. Əlindəki materialdan yeni nə isə yaradır. İndi biz bu situasiyaya uyğun verilən, bu bildi ki, yaradıcı təfəkkürə aid bir situasiyadır. Verilən cavabların içərisindən yenə də yaradıcı təfəkkürə aid bir situasiya tapacağıq. A-da deyir ki, şagird karton süd qabından quşlar üçün, bunun özü də elə bir yaradıcı əlində olan materialdan dəyərləndirib nə isə hazırlama yaradıcı təfəkkürdür. Cavab adı digərlərini də oxuyaq. Günlük xərcin verir, şagird onu idarə edə bilirsə, bu maliyyə savadlılığıdır. Mən oxuyub baxdırmıram, siz baxarsınız. C-də şagird sinif yoldaşı Aselin arasında yaranmış problem həll etmə bacarığıdır. D-də informatika dərsi kompüterdən istifadə rəqəmsal savadlılıqdır. Y-də sinifə yeni gələn şagird yoldaşları tərəfindən ləhcəsinə görə ələ salınır. Bu isə belə deyək, əməkdaşlıq, ünsiyyət bacarığının olmamasıdır. Cavab olacaq A bəndi. Müəllim qrup işindən əvvəl şagirdlərə sizcə zooparkda hansı davranış qaydalarına əməl etmək lazımdır sualını verir. Zooparkda davranış qaydaları. Qruplar müzakirə edərək uyğun davranış qaydaları tərtib edirlər və hər bir davranış qaydasına uyğun işarələr düşünüb çəkirlər. Bu fəaliyyət şagirdlərdə hansı səriştənin formalaşdırılmasına və pedaqoji prosesin tələblərindən hansının reallaşmasına xidmət edir. Deməli, A-ya baxıram, ünsiyyət, inkişaf, yönümlülük. Biz bildik artıq, inkişaf yönümlülüyün olması üçün təzədən təkrarlamıram, nələr lazımdır. Burada qrup deyir, qrup müzakirəsi deyir. Baxın, belə deyək, ipucunu deyim, açarmı deyim, belə bir şey. Situasiyada əgər qrup müzakirəsi varsa, müəllimin buna şərait yaratması varsa, müəllimin hər hansısa iş üsulundan istifadəsi, iş formasından istifadəsi varsa, şagirdlərin öyrənmələri üçün müzakirə etmələrinə şərait yaradılırsa, burada şagird yönümlülük pedaqoji tələbi qorunacaqdır. Bir də gəlin səriştəni də tapaq. Digərləri fəaliyyətin stimullaşdırılması çıxıram, dəstəkləyici mühit deyil çıxıram. İnformasiya savadlılığı deyil, burada hər hansısa bir məlumat əldə edilməsi yoxdur. Burada sırf davranış qaydalarına əməl etmədən söhbət gedir. Şəxsi və sosial məsuliyyət. Şəxsi və sosial məsuliyyətimizi sosial çevrəmizdə, həyatda, getdiyimiz yerlərdə, getdiyimiz bu kimi, məsələn, zooparkda, ictimai yerlərdə müəyyən davranış qaydaları var ki, bu hər birimizin sosial məsuliyyətimizdir. Buna riayət etməyimiz şəxsi və sosial məsuliyyət səriştəsi olacaqdır. Cavab bənd. Baxaq 15-ci suala. Deyir ki, müəllim şagirdə parta yoldaşı ilə sadə nitq etiketlərindən istifadə edərək yoldaşı ilə sadə nitq etiketlərindən istifadə edərək keçilən mövzuda dialoq canlandırmağı tapşırır.
Bu fəaliyyət şagirdlərdə hansı səriştə, bir də pedaqoji tələblərdən hansıdır? A-da deyir müstəqil öyrənmə, inklüzivlik. Burada bir fərqlilik və sair nəzərə alınma deyil. B-də deyir şəxsi və sosial məsuliyyət, yenə də inkişaf yönümlülüyə aid bir situasiya görmürük burada. Ümumiyyətlə, mənim tövsiyəm odur ki, birinci situasiyanızda pedaqoji tələbi tapıb, sonra səriştəyə keçəsiniz. Amma belə kimə necə rahatdırsa, hansını tez tapırsınızsa, onu da edə bilərsiniz. C-də deyir qərar qəbul etmə, təhsildə bərabər imkanlar. Yenə də deyirəm, burada şagird fərqliliklərini və yaxud da onlara bir ayrı seçkilik barədə heç nə yoxdur. Ünsiyyət, yoldaşı ilə sadə nitq etiketlərindən istifadə edərək, ünsiyyət səriştəsində, cədvəlin içərisində məhz bu cümləni görə bilərsiniz. Sadə nitq etiketlərindən istifadə etmək. Bu ünsiyyət səriştəsidir. Bir də bayaq da dedim, keçilən mövzu barədə dialoq canlandırmaq, dərsdə şagirdin, mən belə deyim, elə siz də belə yadda saxlayın. Biz axı dedik ki, şagird yönümlülük, pedaqoji tələbi həm prinsip olaraq, həm tələb olaraq subyekt rolunu sinifdə tətbiq etməyi tələb edir. Hansı ki, orada şagirdlər dərsdə aktiv olurlar, dərsin bir parçası olurlar, sadəcə müəllim keçmir. Bu situasiyadakı kimi şagirdlər məsələn deyir ki, mövzuda dialoq canlandırmağı tapşırır. Şagird o dərsin içərisindədir. Şagird orada belə deyək də, sadəcə olaraq oturmayıb, yəni həm də bir iştirakçısıdır. Öyrənən tərəfdir, öyrədən tərəfdir. Burada tədris qarşılıqlı olaraqdır. Təlim qarşılıqlı olaraq həyata keçirilir. Bu kimi situasiyalarda pedaqoji tələbimiz şagird yönümlülük olacaqdır. D bəndi. 16. Sual işarəsinin yerinə uyğun ifadəni müəyyən, kağız əskinazları qəpik ilə ifadə edə bilir, gündəlik xərclər, bunlar bizim maliyyə savadlığına aparır, asan sualdır. Yəni, əlində olanları qənaətlə, israfçılıq etmədən, gündəlik xərclərinə nəzarət etmə və s. bunlar maliyyə savadlığı olacaqdır. 17-dədir, klass yeri tamamlayın. Ümumi təhsilin biri tələbdir. Baxaq görək, hansı tələbi verib bizə. Müəllim dərs zamanı dərsin gedişatına mane olan şagirdi təlim prosesindən kənar tutaraq müzakirəni digər şagirdlərlə aparır. Müəllimin belə bir haqqı yoxdur. Hər bir şagirdə eyni imkanları yaratmalıdır. Heç kim dərs prosesindən kənarda qalmamalıdır. Dərsin gedişatına mane olursa əgər həmin şagird, demək ki, dərsin gedişatı düzgün qurulmayıb, şagirdə öncədən qaydalar, prosedurlar öyrədilməyib və s. Amma belə olduğu halda o təlim prosesindən kənar tutaq onu deyə bir haqqımız yoxdur. Bu zaman ya inklüzivliyi və yaxud da təlimdə bərabər imkanların yaradılmasını pozmuş olacağıq. A-da deyir ki, müəllim sinifdə diaqnostik qiymətləndirmə aparmadan tədrisi... Deməli, tapdığımız cavablar, yəni klasterin düzgün hissəsi ilk verilən situasiyaya uyğun olmalıdır. Verilən situasiyadan nəyi anladıq? Anladıq ki, cavabımız çox güman ki, inklüzivlik, şagird fərqliliyinin nəzərə alınması, təhsildə hər kəsə eyni təlim imkanlarının yaradılması kimi, belə deyək də, məsələləri ön plana çəkir. İndi A-da ümumiyyətlə, diaqnostik qiymətləndirmə şagird yönümlülükdür, yadımızda qalsın. Diaqnostik qiymətləndirmə şagird yönümlülükdədir, formativ, KSQ, BSQ-lər də inkişaf yönümlülükdədir. B-də deyir, dərsi gecikən şagird sinifdə aparılan müzakirədən kənarda qalaraq təlimə cəlb olunur. Cavab elə B olacaq. Eyni şeydir çünki. Baxın, birinci verilən situasiyada dərsin gedişatına mane olduğu üçün onu kənarda tutur. B-də də dərsə gecikib deyə onu kənarda tutur. Halbuki müəllimin dərsə gecikən zaman bir qaydası olmalıdır, bir prosedur olmalıdır ki, onu həyata keçirməlidir. Növbəti dərslərdə prosedurlardan, qaydalardan, sinif idarə etməsindən danışanda bura toxunacağıq. Amma o belə etdi, mən onu təhsildən kənarda qoyum, qulaq asmasın, kənarda orada öz işi ilə məşğul olsun deyə bir şey yoxdur. Bu zaman dediyim kimi inklüzivliyi pozmuş olarıq və təlimdə bərabər imkanları pozmuş olarıq. Cavab B olacaq. Dediyim kimi eyni situasiyalardır çünki. Eyni cavaba çıxan situasiyalardır.
eyni pozuntu olan situasiyalardır. Ona görə B-ni götürürük. C-də deyir, müəllim dərs zamanı şagirdlərin nitq etiketlərini öyrədir, ancaq onun həyata əhəmiyyət bu tamlıqdır. Birini öyrədir, o birisi qalmır. Ümumiyyətlə, cümlənin bir tərəf təsdiq, digər tərəf inkardırsa, bilin ki, bu pedaqoji tamlıqdır. Əksəriyyət halda pedaqoji tamlıqdır. D-də deyir, yoxlama işindən sonra müəllim şagirdini rəy ilə qiymətləndirmir varsa, münasibət bildirmir varsa, düzgün istiqamət vermir varsa, bu fəaliyyətin stimullaşdırılmasıdır. Y-də də müəllim şagirdi danlayırsa, psixoloji mühiti pozub, dəstəkləyici mühitdir. 18. Eyler-Venn diaqramına əsasən sual işarəsinin yerinə nə yazılmalıdır? Səriştə, pedaqoji tələb. 1-də deyir, təhsil alanlarda formalaşdırılan səriştələr. 2-də deyir, ümumi pedaqoji tələblər. Hə, bir səriştə olmalıdır. Maliyyə savadlığı, mədəni müxtəlifliyə hörmət, 1CD, 2AB. Bura səriştənin aid olanı, bura isə pedaqoji tələbinə aid olanı asan sualdır. Necə oldu? 1-ə CD, 2A, B, cavab B-dəndir. 19. Uyğunluq deyir, doğrunun altında. Həmişə burada birinci onu qeyd edin. Görün, uyğunluq mu istəyir, ya uyğunsuzluq mu istəyir? Uyğunluq istəyirsə, deməli, doğrunun altında doğru cavablar, yanlışın altında yanlış cavabları götürəcəyik. Bir də deyir, müəllim tədbir hazırlayarkən milli geyimlərdən istifadə etməyə şagirdlərə tapşırır. Milli kimliyin dərki və milli iftixar hissinin aşılanması. Bəli, tədbir hazırlayır, milli geyimlərdən milli iftixar hissi, ümumiyyətlə milli kimliyin dərki, milli iftixar hissi, dəyərlərə aid olan səriştələr pedaqoji tələb olaraq 99% hallarda şəxsiyyət yönümlülük olacaqdır. Bir doğrudur. 2. Müəllim sinifə yeni gəlmiş şagirdləri nəzərə alaraq buzqıran strategiyalarından istifadə edir. Buzqıran strategiyalarından istifadə etmək, bəli, şagird yönümlülükdür. Hər kəs üçün bu, amma hər kəs üçün eyni şəraitin yaradılmasıdır deyə bu müstəqil öyrənmə olmayacaq. Səriştə olaraq müstəqil öyrənmə olmayacaqdır. Pedaqoji tələb şagird yönümlülükdür, amma səriştə olaraq müstəqil öyrənmə olmayacaq. Müəllim deyir, sinifə yeni gəlmiş şagirdləri nəzərə alır, buzqıran strategiyalarından istifadə edir. Müəllim çünki şagirdlərdə əməkdaşlıq səriştəsi inkişaf etdirir, müstəqil öyrənmə yox, 2 səhvdir. 3-də müəllim şagirdlərə problemin həlli üçün orijinal yollar təklif edən layihə hazırlamaq, orijinal yollar, yeni yollar, bu yaradıcılıqdır, bəli. Üstəlik də şagirdlərin öz öhdəsinə nəyisə buraxırsa, özlərini təlimin bir parçası edirsə, şagird yönümlülükdür. Bu tamamilə doğrudur, amma yanlışın altında olduğu üçün biz bunu götürə bilməyəcəyik. 4-də deyir ki, müəllim şagirdə essə yazarkən bir neçə mənbədən istifadə etməsini tapşırır. Əməkdaşlığa səriştəsi deyil burada. Bir neçə mənbədən deyirsə, informasiya savadlığı səriştəsini inkişaf etdirmək istəyir. Ona görə də səriştəmiz yanlışdır. Bu baxımdan 4 yanlış olacaq. Cavabımız isə 1-4 olacaqdır. Müəllim 20-də deyir ki, müəllim qrup işi zamanı qayda müəyyən eləyir. Qrup işində iş bölgüsündən şagirdlərin özləri tərəfindən özlərinə imkan verir. Şagirdlərin özünü dərsin bir parçası edir. Bayaq dediyim kimi, özlərinin iştirak etməsinə, özlərinin nəyisə təşkil etməsinə şərait yaradıramsa, nə oldu bu? Bayaq dedim, pedaqoji tələbi şagird yönümlülüyü olacaq, qrup işi varsa əməkdaşlıq ünsiyyət olacaq. Cavabını bayaq təkrar etdiyim, haqqında danışdığımız situasiyalarda çox vaxt itirmək istəmirəm. 21. Müəllim hər bir şəxsin azadlığı digərinin azadlığı ilə məhdudlaşır fikrini müzakirə edir. Bir müzakirə var və şagirdlərə qərarlarında, fəaliyyətlərində qarşılarındakı insanı da nəzərə almalı olduqlarını bildirir. Bu situasiyada müəllim pedaqoji tələb və səriştəni istəyir. A-da deyir ki, tənqidi təfəkkür, yaradıcılıq. Yaradıcılığa aid belə bir şey yoxdur burada. Fəaliyyətin stimullaşdırılması ümumiyyətlə yoxdur. Bayaq dedik, nədir fəaliyyətin stimullaşdırılması? Rəqəmsal savadlıq yoxdur, çünki şagirdin İKT bacarığına yönəlməsi barədə bir situasiyada bir belə də istiqamət yoxdur.
C-də deyir, əməkdaşlıq milli kimliyin dərki, yenə də milli kimliyin dərkinə aid hər hansısa bir dəyər aşılanması görmürük. D-də ünsiyyət əməkdaşlıq deyil, müzakirə var. Amma bu, belə deyək də, tənqidi bir müzakirədir, mövzuya baxsaq. Tənqidi müzakirələr, əsaslandırmalar etmək isə bu tənqidi təfəkkür səriştəsi olacaq. Bundan əlavə, mövzumuz imkan verir ki, insan hüquqlarına hörmət, qarşıdakı insanı nəzərə alma, insan hüquqlarına hörmət, tənqidi təfəkkür və dəyərlər, bu kimi dəyərləri şagirddə bayaq dediyim kimi formalaşdırmaq, xüsusilə də insan hüquqlarına hörmət, bu şəxsiyyət yönümlülük pedaqoji tələbi olacaq. 22 uyğunluğu müəyyən edək. İzlənilir, fəaliyyətin izlənilməsi inkişaf yönümlülükdür. Tərbiyə öyrədici tamlıqdır. Nəticələr, təhlilin nəticəsi deyirsə, bu da inkişaf yönümlülükdür. Bunlar niyə üzərindən sürətli şəkildə keçirəm? Çünki məhz bu açar ifadələri bundan bir öncəki videoda izah zamanı qeyd etmişəm. 23-də deyir ki, sual işarəsinin yerinə uyğun gələni müəyyənləşdirin. Deyir, müəllim mətni, əvvəlcə mətni oxuyur, daha sonra şagirdlərin mətndəki situasiya ilə bağlı yanaşmalarını bildirmələrini istəyir. Bir şagirdin hər hansısa bir mövzu barədə yanaşmasını bildirməsi, fikrini bildirməsi, öz fikirlərini sərbəst şəkildə bildirməsi tənqidi təfəkkür bacarığı olacaqdır. Bunu yadımızda bura qədər saxlayaq. Digərində deyir, müəllim şagirdlərdə təhlil eyni zamanda, təhlil də bizi tənqidi təfəkkür bacarığını aparır. Təhlil etmək bacarığını formalaşdırmaq üçün mətn seçir. Mətn seçərkən diqqət yetirir ki, şagirdlər məzmunu maraq, şagirdin həm də marağını nəzərə alır. Nə idi bu? Şagird yönümlülüyü idi. Tənqidi təfəkkür və şagird yönümlülük. Yebəndi. 24. Şagird summativ qiymətləndirmədən istədiyi nəticəni toplamır və məyus olur. Bunu hiss edən müəllim şagirdin müsbət tərəflərini vurğulayır, zəif tərəflərini aradan qaldırmaq üçün istiqamət verir. İstiqamət verir şagirdə. Pedaqoji prosesin tələblərini, iki dənə burada, deməli, həm şagirdin psixoloji olaraq, belə deyək, nəzərə alır vəziyyəti. Həm də istiqamət sözü bizi hara aparır? Fəaliyyətin stimullaşdırılmasına aparır. Bundan əlavə, aradan qaldırmaq üçün zəif tərəflərini aradan qaldırmaq, şagirdin müsbət tərəflərini vurğulayır və bu bizi aparacaq hara? Fəaliyyətin stimullaşdırılması və şagird yönümlülüyə. Digərlərinə baxın, inkişaf yönümlülükdür. Bunları niyə belə üzərindən yenə də deyirəm, sürətli keçirəm, açar ifadənin altından ona görə xətt çəkirəm ki, pedaqoji tələblərin izahında orada qeyd eləmişəm, istiqamət, rəy, müəllimin münasibət bildirməsi, şagirdə istiqamət verməyi, yön göstərməyi, bu ki, nələr edə bilər bundan sonra ki, eyni hal yenə təkrar olunmasın, bunlar hamısı fəaliyyətin stimullaşdırılmasına aparır. 25. Müəllim şagirdlərə insanların adət-ənənələrin fərqliliyi, mədəni müxtəlifliyə hörmətdir. Hər iki xalqın adət-ənənələri fərqli olur. Mədəni müxtəlifliyə hörmət asan sualdır. Çox qalmayaq. 26-da deyir ki, müəllim dərsin mövzusunu şagirdlər tərəfindən maraqla qarşılanması üçün dərsə yanğın söndürən dəvət etmişdir. Şagirdin marağının bir sözlə nəzərə alır və onlardan qorunmağın yollarından danışdıqdan sonra şagirdlərlə birgə yanğın situasiyasını canlandıraraq emosional sabitlik nümayiş etdirməklə problem həll etmə. Deyirdim ki, açar olaraq özü verəcək. Problem həll etmə və şagird maraqlarını, şagirdin dərsdə əyani şəkildə özünün aktiv şəkildə iştirakını təmin edən bir müəllimdir. Ona görə də şagird yönümlülüyü eyni zamanda qorunmuşdur. B bəndi. 27. Müəllim şagirdlərə Bakı şəhərində yerləşən Çər şəhər və digər tarixi abidələrimiz haqqında etibarlı mənbələrdən mümkün qədər
Mənbədən məlumat toplama, bayaq dedik ki, informasiya savadlılığıdır. Şagirdə isə belə bir imkanın, dərsin, təlimin bir parçası olma imkanını verməyimiz şagird yönümlülükdür. Az-çox situasiyalardan anlayırsınız da, yəqin ki, hansı situasiyalarda şagird yönümlülüyü götürəcək. O bayaq dedim ki, subyekt məsələsi. Şagird dərsin bir parçası olmalıdır, iştirakçısı olmalıdır, təkcə dinləməməlidir, həm də iştirak etməlidir. Bu kimi situasiyalarda cavab şagird yönümlülüyü olacaqdır. 28-də deyir, dost insana lazımdırmı mövzusunda müəllim debat təşkil edir, iş üsulundan istifadə edir müəllim. Debat da bizi hər zaman, debat şagirddən, iş üsullarını bilənlər bilir, debat şagirddən əsaslandırma bacarığı istəyir. Çünki orada bir tərəf digər bir tərəfi öz fikirlərinə düzgün əsaslandırmalarla inandırmalıdır. Gətirdiyi arqumentlərlə qarşı tərəfi inandırmalıdır. Bunun üçün də o düzgün, qərəzsiz, əsaslı bir şəkildə əsaslandırmalar etməlidir. Debat təşkil edir. Dərsdə, yenə də deyirəm, şagirdin sərbəst müzakirəsi üçün, tam iştirakı üçün şərait yaradır. İş üsulu, iş formaları olan situasiyalarda, yenə də deyirəm, adətən o bizi şagird yönümlülüyə aparır. Səbəbini də bayaq dedim. 29. Xalqın qəhrəmanı mətnini keçən müəllim Təbriz Xəlilbəyli haqqında video çarx nümayiş etdirir və sonda belə bir qənaətə gəlir ki, xalq vətən uğrunda canından keçmiş şəhidlərin qəhrəmanlıqlarını unutmur, onları həmişə xatirələrində yaşadır. Müəllim burada neynir? Müəllim burada gördüyünüz kimi şəhidlərimiz, bayaq dedimi, bunlar bizim milli mənəvi dəyərlərimizdir. Bunlar barədə mövzuların müzakirəsi, şagirdlərə şəhidlik məqamının ucalığı, bunları unutturmamağımız hər zaman, belə deyək, dərslərdə imkan yarandıqca şagirdləri hər zaman xatirələrdə yaşatmaq üçün atılan addımlar hər zaman şəxsiyyət yönümlülüyə aparacaqdır bizi. Yəni, müəllimin sinifdə şəxsiyyət yönümlülük tələbini reallaşdırmasına xidmət edəcəkdir. 30-da deyir, cütlərlə iş zamanı, bu bir iş formasıdır. Tez bunu götürürəm. Cütlərlə iş zamanı şagirdlər tapşırıqda verilən sualları, şagirdlərin müzakirənin bir parçası olması, müzakirə etməsi, iş üsulu, iş forması, bu bizi hara aparır? Digər tərəfini oxuyuram. Müəllim onları dinlədikcə spesifik və idraki fəaliyyətinə uyğun rəy bildirir. Burada cütlərlə iş var. Cütlərlə iş varsa, deməli əməkdaşlıq var. Nə istəyir bizdən? Həm səriştəni, həm də pedaqoji tələbi istəyir. Cütlərlə iş varsa, müzakirə varsa, orada mütləq ünsiyyət səriştəsi olmalıdır ki, uğurlu olsun o müzakirə. Bir də rəy bizi, rəy, istiqamət, münasibət bildirmək, müəllimin xüsusən də rəy məsələsi fəaliyyətin stimullaşdırılmasına gətirəcəkdir. Əgər burada rəyi məsələn ön plana situasiyanın sonunda görürük ki, bu bizə rəy bildirir, rəy bizi aparır. Amma bura qədər düşünə bilərdik ki, müzakirə var, cütlərlə iş zamanı var, şagird yönümlülük düşünə bilərdik. Amma dediyim kimi, müəllim onları dinlədikcə spesifik və idraki fəaliyyətə uyğun rəy bildirir. Rəy hər zaman fəaliyyətin stimullaşdırılmasıdır. 31-də deyir, layihə zamanı İşlər şagirdin planlaşdırdığı kimi getmir. Gözlənilmədən maneələrlə qarşılaşan şagird vaxt itirmədən digər mümkün yollardan istifadə edir. Demək ki, şagird çevikdir, problem həll etmə səriştəsi onda var. Dərhal problemin həllinə bir yol tapır. 32. Müəllim şagirdlərə məktəbdə davranış qaydalarının pozulmasına aid səhnəcik hazırlamağı tapşırır. Bu fəaliyyət şagirdlərdə nə edəcək? Mövzuya baxırıq, məktəbdə davranış qaydaları deyir. Bu şəxsi və sosial, ümumiyyətlə davranış qaydaları şəxsi və sosial məsuliyyət səriştəsidir. Özümüzü cəmiyyətdə, sosial həyatda necə idarə etməliyik, necə aparmalıyıq, hansı davranış qaydalarına riayət etməliyik. Səriştə olaraq şəxsi və sosial məsuliyyət səriştəsidir. Burada isə bəli, davranış qaydaları eyni zamanda şagirdlərdə dəyərlər aşılayacaq.
Şəxsi və sosial digər qərar qəbul etmənin çıxırıq. Yaradıcılıq, mətn müxtəlifliyə hörmət deyil. Şəxsi və sosial məsuliyyət, şəxsiyyət yönümlü. Şagirdi bir şəxsiyyət olaraq hazırlayır. Klasteri tamamlayaq. Fəaliyyətlə bağlı səriştələr kollektivdə işləməyi bacarır. Demək ki, əməkdaşlıq bacarığı var. Müəllim şagirdlər arasında səmərəli ünsiyyət formalaşdırmaq üçün onları sinifdən kənar fəaliyyətə cəlb edir. Səmərəli ünsiyyət, kollektivdə işləməyi bacarır, səmərəli ünsiyyət, ünsiyyət bacarığı. Mən A-nı saxlayıram. Cavab çox gümankar olacaq. B-də deyir, müəllim dərsdə şagirdlər arasında yaranmış problem üçün time-out götürmələrini tapşırır. Yəni, əlavə vaxt qazanırlar, aralarında problemi həll edib gəlirlər. Bu problem həll etməklə bağlı səriştədir. C-də deyir, müəllim dünyada avtomobillər mövzusu olmasaydı necə olardı? Esse yazmaq, yaradıcı təfəkkür formalaşdıracaq. Essenin mövzusuna görə deyirəm. D-də deyir, müəllim şagirdlər ədəbiyyatımızda Azərbaycançılıq ideologiyasına dair araşdırma edib təqdimat. Bu informasiya savadlılığı olacaq. Y-də deyir, müəllim şagirdlər uşaqlar evinə aparır. Burada məqsəd şagirdlərin nələrə sahib olması. Burada da insanlara şəxsi və sosial məsuliyyət səriştəsi olacaqdır. Belə, cavab elə A olacaq. Kollektivdə işləməyi bacarmaq, ünsiyyət və əməkdaşlıq səriştəsinə aid olan bir situasiyadır. Cavabların da içərisində ən optimal variant burada səmərəli ünsiyyət ifadəsinə görə A bəndə olacaqdır. 34. Müəllim müharibələrin baş vermə səbəbləri haqqında müzakirə təşkil edir. Yenə də müəllim müzakirə təşkil edib, şagirdlərə günümüzdə baş verən müharibələrə qarşı tənqidçilərin fikirlərini araşdırıb, problemin necə həll oluna biləcəyi haqda öz təkliflərini hazırlamalarını tapşırır. Müzakirə var burada. Yenə də deyirəm, şagird burada həm də tədqiqatçı rolundadır. Pedaqoji tələbimiz olacaq şagird yönümlülük. Bir də problemin necə həll oluna biləcəyi barədə dediyi üçün problem həll etmə olacaqdır. 34. 35 asan sualdır. Təlim prosesində heç bir şagirdin kənarda qalmamaq, bərabər imkanlar, təhsil prosesinin səmərəliliyinin artırılması üçün tədbirlər görmək, fəaliyyətin stimullaşdırılmasıdır. Daha yaxşı nə edə bilərəmsə, onu edirəmsə, səmərəliliyin artırılması üçün. Bu, fəaliyyətin stimullaşdırılmasıdır. Təhsil tələbatlarının, ehtiyaclarının qarşılanması, mənafelərinin müdafiə olunması və s. bunlar isə şagird yönümlülükdür. Bu asan sualdır. 36. Müəllim şagirdləri cütlərə ayıraraq xəsis və qənaətçil anlayışlarını bir-birindən fərqləndirməyi, uyğunsuzluqları müəyyən edib təqdimat hazırlamağı tapşırır. Təqdimat hazırlamaq hansı səriştənin növünə? Deməli, təqdimat hazırlamaq, bir-birindən fərqli, uyğunsuzluqları müəyyən etmək üçün bu ancaq tənqidi təfəkkürə aid ola bilər. Düzgün yanaşma tələb eləyir, bir-birindən fərqləndirməni tələb edir və şagirdə təqdimat hazırlama tapşırmaq deyirsə, cütlərə ayırmaq deyirsə, sinifdə bir iş formasından istifadə etmə deyirsə, şagirdin dərsin aktiv tədqiqatçısına çevirirsə, pedaqoji tələbimiz şagird yönümlülük, səriştəmiz tənqidi təfəkkür olacaqdır. Bəli, sevərdim. 37. Məktəbdə hər gün dərsdən əvvəl Azərbaycan Respublikasının himni səsləndirilir. Deməli, himnimiz, gerbimiz, atributlarımız, bunlar bizi dövlət rəmzlərimiz, bunlar bizi hara aparır? Səriştə olaraq, bunlar bizi aparır milli kimliyin və iftixar hissi. Bu kimi dəyərlərin şagirdə formalaşdırılması da pedaqoji tələb olaraq şəxsiyyət yönümlülük olacaqdır. 38. Monitorinqin nəticələrini deyirsə, planlamasına müvafiq dəyişikliklər deyirsə, bu inkişaf yönümlülükdür. Müalicəvi dərman bitkilərinin xüsusiyyətlərindən danışır, öyrədir, amma həyatda necə əhəmiyyətli olduğundan danışmırsa, bu tamlıqdır. Çətinlik dərəcəsi hər bir şagirdi nəzərə almırsa da, bu da təhsildə bərabər imkanların pozulmasıdır. Asan sualların belə sürətli keçəcəm.
39 sual işarəsinin yerinə nə yazılmalıdır? Ana dilində ünsiyyət, öz fikirlərini ifadə eləmə, bu ünsiyyət bacarığı olacaq, asandır. Əgər sizə çətin gəlirsə, ya izaha baxın, ya da ki, Time belə dərs vəsaitində həmin mövzuda, təhsildə dövlət standartları mövzusunda bir cədvəl var, onun içərisinə baxın. Amma belə açar ifadələrlə cavabı tapmaq olur. Müəllim şagirdlərini Vətən müharibəsində iştirak etmiş qazilərin görüşünə aparır. Məqsəd Vətən müharibəsində iştirak etmiş qazilərimizi, onların göstərdikləri igidlik və şücaəti şagirdlərə tanıtmaqdır. Demək ki, müəllim şagirdlərdə fəal vətəndaş mövqeyi formalaşdırmaq istəyir. Milli kimliyin dərki ola bilər, sonra fəal vətəndaş mövqeyi ola bilər. Bayaq dediyim kimi, bu kimi dəyərlər formalaşdırıramsa, tələb olaraq şəxsiyyət yönümlülük olacaqdır. 41. Klasteri tamamlayın. Klasteri tamamlayın. Təhsil alanlarda formalaşdırılan səriştələrdən biridir. Şagird öz vətənini sevir. Dövlət rəmzləri, bunlar bizi hara aparır? Hər yerdə hörmət nümayiş etdirir. Bu bizə elə Azərbaycançılıq ideyalarını təbliğ edir. Milli kimliyin dərki. 42 universitetin yataqxanasına başqa millətlər deyirsə, buranı götürək. İbarət bir qrup tələbə gəlir. Yeni gələn tələbələrin, yəni digər xalqların bayramlarına, geyimlərinə və s. asan sualdır. Əgər hörmət edirəmsə, bu mədəni müxtəlifliyə hörmətdir. 43. Müəllim şagirdlərin dərs zamanı öyrəndiklərini təcrübə apararaq tətbiq etmələrini istəyir. Dərsdə öyrəndiklərini təcrübə apararaq tətbiq eləmələrini istəyir. Dərsdə onlara dərsin, yenə də deyirəm, subyekt deməli, məsələsi ki var idi. Müəllim onu təmin edir. Şagirdin dərsdə aktiv olmasını təmin edir. Bu bizi şagird yönümlüyə aparır. Və avadanlıqlar. Bunun üçün lazım olan avadanlıqlar olduğundan, yəni maddi texniki baza var burada. Bu da bizi dəstəkləyici mühitə aparacaqdır. Cavab C-bənd. Müəllim tapşırır ki, şagirdlər istifadə etmədikləri məktəbli ləvazimatlarını ehtiyacı olan şagirdlərə göndərsinlər. Situasiyada nəyi etmək istəyir? Müəllim burada ləvazimata ehtiyacı olan şagirdlərə göndərsinlər. Bu şəxsi və sosial məsuliyyət, bir də şəxsiyyət yönümlülük dəyəri olacaq. Dediyim kimi, başqalarının empatiya hissi deyək də biz buna, hisslərinin nəzərə alınması, vəziyyətinin nəzərə alınması, davranış qaydalarıdır. Bu kimi məsələlərdir. Məsələn, burada deyir, məktəblə ehtiyacı olan şagirdlərə göndərsinlər. Bu, hər birimizin sosial məsuliyyətidir. Ona görə də şəxsi və sosial məsuliyyət, bu kimi dəyərlər də bizi şəxsiyyət yönümlüyə aparacaqdır. Milli mübəşəri dəyərlər. Belə. 45 müəllim cavab oldu. Y-bənd. 45 müəllim sinifə yeni gəlmiş şagirdi adaptasiyası üçün sinif yoldaşlarının ona məktəbi tanıtması, özləri haqqında məlumat verməsini tapşırır və birlikdə gəzinti təşkil edir, hansı qorunmuşdur. Müəllim burada şagirdin dediyi ki, dəstəkləyici mühitdə şagirdə rahat, yumşaq, rahat olacağı, həm fiziki baxımdan, həm də psixoloji, emosional baxımdan ona özünü rahat hiss edə biləcəyi bir imkanı yaradırsa, burada dəstəkləyici mühitin yaradılmasını qorumuş olur. C-bənd. 46. Müəllim dərs zamanı İKT deyirsə, bu bizə aparır, rəqəmsal savadlığa aparır. Heç çox da oxumayaq. Asan sualda çox vaxt itirməyək. İKT bacarıqlarının inkişafını təmin etdirməsi, yenə də deyirəm, bu rəqəmsal savadlıq olacaqdır. 47-də deyir ki, dinlərin toplum üçün dəyər olduğu, onların müxtəlifliyini, dini seçim məsələsində tolerant və dözümlü münasibətin vacibliyi kimi məsələlər müzakirə edən müəllim, deməli, dəyər hər kəsin fərqli dinə, fərqliliyinin olmasına, tolerant olmamıza belə deyək də, situasiya, yəni
mədəni müxtəlifliyə də bir sözlə, mədəni müxtəlifliyə hörmət səriştəsidir. Müxtəlif toplumun, müxtəlif xalqların dini dəyərləri, dinləri, dilləri, sitayiş etdikləri və s. Bu fərqlilikləri nəzərə almağımız, bu mədəni müxtəlifliyə hörmət, dəyər olaraq mədəni müxtəlifliyə hörmət və tələb olaraq isə şəxsiyyət yönümlülük olacaqdır. Milli mənəvi dəyərlər şəxsiyyət yönümlülük idi. 48. Müəllim şagirdlərin potensialını müəyyənləşdirmək məqsədi ilə müxtəlif təfəkkür növünə yönəlmiş tapşırıqlar verir. Şagird potensialını deyir müəyyənləşdirmək və müxtəlif təfəkkür növünə şagird potensialının, meylinin, marağının nəzərə alınması nə idi? Şagird yönümlülük idi. 49-da deyir ki, klasteri tamamlayın. Səriştələrdən deyir birinə aiddir. Şagird sinifdə hüquqları pozulduqda özünü müdafiə edir. Baxaq görək hansıdır. Dövlət rəmzləri bu milli kimliyin dərki idi. B-də gündəlik xərclər maliyyə savadlılığı idi. Digər yoldaşlarının hüquqlarına hörmətlə yanaşır. Bunu saxlayaq. D-də deyir, dərslərini müstəqil şəkildə öyrənmə, bu müstəqil öyrənmə səriştəsidir. Y-də də deyir, sinifdən xaric tapşırıqlar vaxtında təhvil verir. Bu da eyni zamanda burada bizə sinifdə hüquqların pozulması dediyi üçün digər həm öz hüquqları, həm də digər yoldaşlarının hüquqlarına hörmət səriştəsidir bu. Cavab C bəndi olacaq. Yəni, klasterin digər tərəfi C bəndinə uyğun gələcəkdir. Digərləri bayaq sadaladığım səriştə növlərinə aid. 50-də deyir, müəllim mərhəmətli qız mətnini keçdikdən sonra şagirdlərə mənəvi dəyərləri aşılamaq üçün onlara bir neçə problemli situasiya təqdim edir. Bu fəaliyyət problemli situasiya təqdim edirsə, deməli səriştəmiz problem həll etmə olacaqdır. Dəyərlər, milli mənəvi dəyərlər, ümumiyyətlə mənəvi dəyərlər aşılamaq şəxsiyyət yönümlülüyə bizi aparır. Biz bunu həm prinsiplərdə demişik, həm də pedaqoji tələblərdə demişik. 51-də deyir ki, müəllim 28 may Respublika günü ilə bağlı tədbir keçirir və tədbirdə xalq rəqsləri də ifa edilir. Xalq rəqsləri, bu bizi hara aparacaq? Bu bizim fəal vətəndaş mövqeyinə aparacaq, milli kimliyin dərkinə aparacaq, milli mənəvi dəyərlər, bu kimi əlamətlər günlərin keçirilməsi, bunun təbliğ edilməsi, şagirdlərdə bu kimi dəyərlərin aşılanması isə hər zaman şəxsiyyət yönümlülük pedaqoji tələbi olacaqdır. 52-də deyir ki, keçirilən KSG-nin nəticələri sinifdə müzakirə olunur. Müəllimlər, KSG-nin nəticəsi müzakirə olunmursa, nə pozulur? İnkişaf yönümlülük pozulacaqdır. Çünki edilməlidir. Dedik ki, KSG-dir, BSG-dir, formativ qiymətlərdir. Nəticələr təhlil edilməlidir. Digər qisməni oxuyuram. Bu da şagirdlərin problemlərinin həll olunmasına mane olur. Bu zaman həm səriştəni soruşur, həm də pedaqoji tələbi soruşur. Baxın, burada həm inkişaf yönümlülük pozulub, həm də deyir ki, şagirdlərin problemlərinin həll olunmasına mane olur. Fəaliyyətin stimullaşdırılması odur ki, zamanında bir problem yarandıqda anındaca ona düzgün istiqaməti, düzgün rəy bildirməyi bacarasan. Edə bilmədinsə, şagirdin fəaliyyətinin stimullaşdırılmasını pozacaq. Yəni, məsələn, burada müəllim müzakirə etmir, bu da şagirdlərin problemlərinin. Fəaliyyətin stimullaşdırılması ona görə lazımdır ki, ona görə şagirdə, belə deyək də, hansı ki, o imkanları yaradır ki, vaxtında, düzgün, zamanında rəy verirəm. Şagird də bilir ki, harada, nədə problemi var, harada dəyişiklik etməlidir. Ona görə də cavab həm inkişaf yönümlü olacaq, digər tərəfdən də baxanda fəaliyyətin stimullaşdırılması. Yəni, birinci hissəmiz tam olaraq inkişaf yönümlülükdür, birinci cümləmiz. Digərində həm də deyir ki, şagirdlərin problemlərinin həll olunmasına mane olur. Fəaliyyətin stimullaşdırılması şagird probleminin dərhal həllinə, yəni bir çıxış yolu, çözüm yolu tapmaqdır.
Y bəndi. Müəllim şagirdi tapşırığı yerinə yetirmək üçün KİV-dən, kütləvi informasiya vasitələrindən, yəni internet resurslarından və kitabxanalardan istifadə etməsinə yönəldir. Deməli, neyinir şagird də hansı səriştəni formalaşdır? Təbii ki, informasiya. İnformasiya savadlılığı müxtəlif informasiya mənbələrində məlumatın əldə edilməsidir, əldə etməyi bacarmaqdır. Burada da baxın, müxtəlif məlumat mənbələri verilib. Kütləvi informasiya vasitələri, internet resursları, kitabxanalar. Buna görə də cavab olacaq Y bəndi. Bir də şagirdin yenə də deyirəm, tapşırığı yerinə yetirməsi üçün ona müəyyən imkanlar yaradırsa, yönəltmə edirsə, təbii ki, şagird yönümlülük qorunmuşdur. 54. Şagird dərsə gecikir. Müəllim şagirdi sinfə buraxır, lakin yerində əyləşməsinə icazə vermir. Bayaq dediyimiz kimi, müəllim elə etməli idi ki, dərsə gecikmə ilə bağlı qaydası olmalı idi, proseduru olmalı idi ki, bu onun dərsinə mane olmasın. Bundan da əlavə, müəllim burada şagirdə psixoloji olaraq təsir edir, mənəvi psixoloji mühitini pozmuş olur, dəstəkləyici mühitin yaradılması. Əgər bir şagirdi psixoloji olaraq sıxırıqsa, məsələn, buradakı kimi sən gəlməmisən deyən qapının ağzında, o şagird digər şagirdlərin yanında utanır, çəkinir, onu sanki orada aşağılayır müəllimə, orada dünyanın ən yaxşı təhsilini də versə, nəzəri olaraq, akademik olaraq ən yaxşı təhsilini belə versə, əgər o sinifin içərisində bir şagird belə psixoloji olaraq alçaldılırsa, digərlərin yanında utandırılırsa, psixoloji olaraq ona təsir edirsə, mütləq ki, dəstəkləyici mühitin yaradılması pozulmuşdur və orada şagird heç nə öyrənə bilməz. Dediyim kimi, ən akademik olaraq ən belə savadlı müəllim belə olsa. Müəllim tədris ilinin əvvəlində buzqıran strategiyaları indi növbəti dərslərdə keçəcəyik. Şagirdlərin bir-birini yaxından tanıması üçün edilən bir strategiyadır ki, burada da elə belə verilib. Şagirdlərin bir-birini daha yaxından tanıması üçün dialoqlar təşkil edir. Bu hansı səriştədir? Deməli, səriştəmiz olacaq, ünsiyyət olacaq, ünsiyyət və yaxud da əməkdaşlıq. Şagirdlərin biri-birini yaxından tanıması üçün dialoqlar təşkil edirsə, həm də nə olacaq? Şagirdlər üçün burada daha yumşaq, daha yaxşı bir mühit yaratmağa çalışır da, dəstəkləyici mühit olacaqdır. 56-da deyir, paralimpiya oyunları haqqında təqdimat edən şagird, sonda hər kəsin idmanla məşğul olmaq haqqı var. Fikriniz hər kəsin idmanla məşğul olmaq hüququnu deyir. Burada səriştəmiz olacaq, bircə dəqiqə. Fərqliliyin nəzərə alınmasını ön plana çəkir. Hər kəsin idmanla məşğul olma haqqı var. Fiziki və yaxud da psixoloji qüsurundan asılı olmayaraq hər kəsin eyni hüquqa malik olduğunu situasiya ön plana çəkir. İnsan hüquqlarına hörmət və inklüzivlik. Heç bir fərqliliyin yaradılmaması. İnklüzivlik nə idi? Fərq qoyulmaması. Hər kəsə eyni şəraitin yaradılması. Hər kəsin eyni haqqı olduğudur inklüzivlik. 57-də deyir, buraxılış imtahanına hazırlaşan şagird dərs oxuyan zaman qeyri-ixtiyari olaraq telefona baxır. Bu hal bir neçə dəfə təkrarlanır. Bunda nə olacaq? Hansı səriştə olacaq? Deməli, əlinin altındakı İKT-dən, həmin o avadanlıqdan, telefon olsun, kompüter olsun, planşet olsun, görürsünüz, burada texnoloji avadanlıqların adını çəkir. Deyir, telefondan artıq audiaçiyə çevrilib, düzgün istifadə etməyi bacarmır. Ona görə də bu rəqəmsal savadlıq olacaqdır. Belə, əgər yenə də deyirəm, əlimizdəki avadanlıqlardan. Məsələn, biri var ki, mən bu əlimdəki kompüterdən oturum, kinoya baxım. Biri də var ki, onlayn dərs keçim, özümü inkişaf etdirim, digər müəllimlərə kömək edim. Əgər məndə rəqəmsal savadlıq varsa, mən o dərs üçün istifadə edəcəm bunu. Yoxdursa, Lorildə deyirəm, misal çəkmək üçün deyirəm. Yoxsa oturub, indi məsələn, burada şagirdin etdiyi kimi dərs oxumaqdansa telefona qeyri-ixtiyar. Çünki telefondan rəqəmsal savadlığı yoxdur. İstifadə etməyi, nə zaman istifadə etməyi bacarmır.
58. Müəllim 5-ci, 6-cı siniflərdə şagirdə araşdırma aparmaq üçün müxtəlif mənbələr təqdim edir. Müxtəlif mənbələr bayaq da dedik ki, bizi hara aparır? İnformasiya savadlığına, şagirdin araşdırma etməsinə, özünün araşdırma etməsinə imkan yaradır. Cavab şagird yönümlülük olacaqdır. 59. Müəllim şagirdi yeni yaratdığı layihəyə yoldaşlarını da cəlb etməyə sövq edir. Yoldaşlarını cəlb etməyə sövq edir deyirsə, bu əməkdaşlıq bacarığı olacaq, əməkdaşlıq səriştəsi olacaq. Həmçinin yeni yaratdığı layihəyə deyir. Şagirdin, belə deyək də, şagirdi dərsə cəlb edir bir sözlə. Əməkdaşlıq və şagird yönümlülük pedaqoji tələbi olacaqdır. O dərsin bir parçasının şagird olması anlayışı, şagirdin aktiv dərsdə iştirakını təmin edir. Belə. Bebəndi. 60. Müəllim mövzunu müxtəlif alətlərdən, qurğulardan istifadə etməklə izah edir. Müəllim neynir? Əyani vasitələrdən istifadə edir. Mövzu ilə bağlı şagirdlərə əlavə araşdırma tapşırığı verir. Əlavə araşdırma tapşırığı verirsə, izah edir və əlavə tapşırıq verir. Bu olacaq və əyani vasitələr var. Dəstəkləyici mühit, müstəqil öyrənmə. Baxın, burada araşdırma tapşırma, şagird özü araşdırırsa, özü məlumatları əldə etmək, ona lazım olanları əldə etməyi bacarırsa və müəllimi burada görürsünüz, əyani vasitələr var, müxtəlif alətlərdən, qurğulardan istifadə etmə məsələsi varsa, cavabımız nə olacaq? Dəstəkləyici mühit olacaqdır. 61-də deyir ki, ailə büdcəsinin qorunması üçün qənaətin vacib olmasına bağlı şagirdlərin müzakirəsini təşkil edən müəllim, şagirdə ailə büdcəsinin qorunması, sonra büdcə dəqiqə, maliyyə savadlığı olacaq bu qənaət. Qənaət, xərclərinə qənaət olsun, ailə büdcəsinə qənaət olsun. Bayaq da, yenə də deyirəm, izahda da dedim müəllimlərə, maliyyə savadlığı və şagird yönümlülük. Şagirdlərin də müzakirəsini həmçinin təşkil edir. Görürsünüz, bayaqdan görün neçə dəfə testlərdə bura toxunublar və cavab şagird yönümlülük olur. Əməkdaşlıq, informasiya, şəxsi sosial məsuliyyət. A-da deyir, müəllimin düzgün yönləndirməsinin nəticəsi olaraq şagirdlər ümumi məqsədə çatmaq. Birlikdə işləmə varsa əməkdaşlıqdır. Çirklənmiş ərazini təmizləmək varsa, davranış qaydasıdır, başqalarına köməkdir. Sonra buradakı kimi çirklənmiş ərazini təmizləmək üçün müəyyən təşəbbüslərdir və s. Bunlar bizim şəxsi və sosial məsuliyyətimizdir. C-də də deyir, şagirdlər müxtəlif mənbələrdən məlumat toplamadırsa, informasiya savadlığı olacaqdır. 63. Təhsil prosesinin təşkil olunmasında iştirak etmək. Hüquq və vəzifə, gəlin baxaq. Olunmasında iştirak etmək təhsil alanın hüququdur və şagirdi nəzərə alıb deyə, bu doğrudur. Şagird yönümlülük təhsil alanın hüquq, amma yanlış verilib. Bunu götürmürük. Təhsildə yoldaşları ilə əməkdaşlıq, təhsil alanın bəli, hüququdur, üzr istəyirəm, təhsil alanın vəzifəsidir yoldaşları ilə əməkdaşlıq. Amma burada doğru verilib, ona görə bunu götürmürük. Yenə də deyirəm, təhsildə yoldaşları ilə əməkdaşlıq vəzifədir. Hətta yadınızda saxlamaq üçün deyirdim ki, mənim bundan xoşum gəlmir, bu ilə əməkdaşlıq eləmirəm iş formasında və yaxud da iş üsulunda. Belə bir şey yoxdur. Onun vəzifəsi o ilə əməkdaşlıq etməkdir. Burada doğru yazılıb, bunu götürmürük ona görə də. Çünki yanlış, təhsil alan hüququ yox, vəzifəsidir. 3-də deyir, şagirdlərdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, bəli, təhsil verən müəllimlərin vəzifəsidir. Fəal vətəndaş mövqeyi, milli mənəvi dəyərlər, ümumiyyətlə dəyərlər aşılamaq şəxsiyyət yönümlülükdür, doğrudur, doğru verilib, yəni 3-ü götürür. 4-də deyir, təhsil alanların fiziki və psixoloji zorakılıqdan qorumaq,
Təhsil verənin bəli vəzifəsidir. Psixi və zorakılıq məsələsi də bəli bizi inklüzivliyə aparacaqdır. Cavab 3-4. Y bəndi. 64. Sual işarəsinin yerinə nə yazılmalıdır? Təhsil alanların bilavasitə mənafeyinin müdafiəsi, şəxsiyyətinin formalaşdırılmasına yönəlmə bizi hara aparırdı? Şagird yönümlü. Şəxsiyyəti görüb şəxsiyyət yönümlülüyə qaçmayaq. Şagirdin şəxsiyyətinin deyir formalaşdırılmasına yönəlmişdir. Şagird potensialı, şagird mənafeyinin müdafiəsi, şagirdin meyl və marağının nəzərə alınması, bunların hər biri nə idi? Şagird yönümlülük idi. 64-də deyir, şagirdlər debatda iştirak etmək istəmirlər. Müəllim buyursun. Buna bənzər ya da elə eyni ilə belə idi. 2021-in qəbulunda düşmüşdü. Müəllim şagirdlərin maraqlarını nəzərə alır. Şagirdin maraqlarının nəzərə alınması da nə idi? Şagird yönümlülüyü idi. Prinsiplərdə də belə demişdi, yadınızdadırsa, demişdi, əgər daha doğrusu, nə isə istəmirsə, ya faydalıdırsa onu razılaşdırmalıyıq, buradakı kimi məsələn faydasını izah etməliyik, onu cəlb etməliyik, yəni məcburən olmaz və yaxud da əgər dəyişə biliriksə, başqa onlara maraqlı olan bir iş üsulu ilə əvəz edə bilərik, şagird yönümlülüyə görə. 66. Şagirdin irəliləyişi qeyd edilir, dəyərləndirilir və səhvlərin istiqamət verilir. İstiqamət, rəy, şagirdə düzgün münasibətin bildirilməsi bir neçə dəfə bayaqdan demişik. Bu təkrar sualdır, D bəndi olacaq. Fəaliyyətin stimullaşdırılması. 67. Müəllim şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirəndə yalnız çətinlik dərəcəsi aşağı olan, xeyr, biz sinifdəki, üzr istəyirəm, fərqli öyrənmə tərzlərini, fərqli potensialları, fərqli akademik səviyyələri, bunların hər birini nəzərə almalıyıq. Nəzərə almırıqsa nəyi pozuruq? Təbii ki, təhsildə bərabər imkanları pozmuş oluruq və ya inklüzivlik də ola bilər də burada cavabların içərisində. Çünki inklüzivlikdə artıq təhsildə bərabər imkanlarla az-çox bəzi hallarda, daha doğrusu, bəzi hallarda fərqli cəhətlərini yenə də deyirəm, izahda qeyd etmişəm. Video izahda qeyd etmişəm mövzunu. Amma cavablarda dediyim kimi bu qaydaya mütləq şəkildə diqqət yetirilir. Gördüyünüz kimi burada təhsildə bərabər imkanların yaradılması verilib, inklüzivlik yoxdur. 68 Vətən müharibəsində əldə etdiyimiz qələbədən yaşadığımız fəxr hissini canlı yaşatmaq üçün müəllim şagirdləri qənimətlər parkına aparır. Müəllim şagirdlərdə təbii ki, hansılar işdən şəxsiyyət yönü, üzr istəyirəm, pedaqoji tələb istəyir, şəxsiyyət yönümlülük olacaqdır. Milli iftixar hissi, milli mənəvi dəyərlər, bunları aparır bizi, şəxsiyyət yönümlülük olacaqdır. Uyğunluğu müəyyən edirik. A-da deyir, şagirdlərin təhsil tələbatlarının ödənilməsinə, istedadlarının reallaşdırılmasına deyirsə, bu şagird yönümlülükdür. Təlimin məqsədləri kompleks şəkildə həyata keçirilir. Bunu da açar sözlər olan PDF-də qeyd etmişəm. Kompleks şəkildə həyata keçirilmə tamlıqdır. Hamısını etmək, həm öyrətmək, həm tərbiyə etmək, həm inkişaf etdirmək. C-də də deyir, şagirdlərin təhsil nailiyyətin təhlili də bizi həmişə inkişaf yönümlüyə aparır. Bir var nailiyyətin izlənilməsi, izlənilmə stimullaşdırmadır. Nailiyyətin təhlili inkişaf yönümlülükdür. Dəfələrlə deyirəm ki, situasiyalarda diqqətli olaq. Müəllim şagirdlərə Mirzə Fətəli Axundovun dini baxışları haqqında müzakirəyə hazır olmaları üçün araşdırma aparmalarını istəyir. Müzakirə varsa, araşdırma varsa, müzakirədə hansı təfəkkür olacaq? Bayaq da dedim. Müzakirə varsa, orada bir tənqidi təfəkkür olacaq. Araşdırma aparma deyirsə, informasiya savadlığı olacaq. Yenə də pedaqoji tələb olaraq bayaq da dedik ki, müzakirədir, şagirdin dərs zamanı aktiv olmasıdır, müzakirəyə aktiv şəkildə qoşulmasıdır, fikirlərini çatdırmasıdır, bunun üçün şəraitin yaradılmasıdır. Bunların hamısı şagird yönümlülükdə olacaqdır.
71. Müəllim şagirdlərə Vətən müharibəsi haqqında məlumat toplamaq, yenə də məlumat toplamağı tapşırır. Bu fəaliyyət yenə də səriştə və məlumatın toplamağı informasiya savadlılığı olacaq. Digər variantlara da baxaq. Rəqəmsal deyil, maliyyə deyil. Şagirdin həm də öz öhdəsinə buraxdığı üçün şagirddə öyrətdiklərini həm də praktik olaraq tətbiq etməsi üçün şərait yaradırsa, şagird yönümlülük olacaqdır pedaqoji tələblərdən. 72. Fərdi fəaliyyət formalarını kollektiv fəaliyyət formasına çevirmək olarmı? Sualını səsləndirən müəllim şagirdlərin bununla bağlı öz aralarında müzakirə aparıb, nümunələr səsləndirmələrinə çalışır və yol verdikləri səhvləri aradan qaldırmaq üçün istiqamət verir. Elə bu altından xətt çəkdiklərim bizi hara aparacaq? Müəllim şagirdlərə bir mövzu verir, müzakirə aparmaları üçün şərait yaradır. Bu bizi aparır şagird yönümlülüyə bura qədər. Amma sonra deyir ki, yol verdikləri səhvləri aradan qaldırmaq üçün istiqamət verir, rəy verir, düzgün köməkliyi göstərir. Bunlar bizi bayaq qeyd etdik, hara aparırdı? Fəaliyyətin stimullaşdırılmasına. Şagirdlər aralarında müzakirə edirlərsə və kollektiv fəaliyyət forması varsa, bu da bizi əməkdaşlığa aparacaqdır. 73. Müəllim şagirdə əsərdəki baş obrazın hərəkətinə münasibət bildirməyi tapşırır. Münasibət bildirmə bizi səriştə olaraq tənqidi təfəkkürə aparacaqdır. Sokrat dialoqundan və bir iş üsulundan istifadə edir. Şagirdlərin aktiv olmasını təmin edəcək bir iş üsulundan istifadə edir. Biz də bunu dəfələrlə bayaqdan dedik ki, tələb olaraq bu kimi hallar şagird yönümlülük pedaqoji tələbinə imkan yaradır. 74. Müəllim dərsdə qruplarla işin təqdimatında hamının iştirakını təmin edir. Bu zaman o şagirdlərdə səriştə və qruplarla iş deyirsə, burada ya ünsiyyət, ya əməkdaşlıq olacaq. Biz də variantların içərisindən baxanda ünsiyyəti görürük. Deməli, bir də hamının iştiraki məsələsinə görə də inklüzivlik olacaqdır. 75. Müəllim dərsdə müharibə zamanı insan hüquqlarının pozulması ilə bağlı debat təşkil edir. Bayaq dedik ki, debatın izahını verdim. Yadınızda qalmadısa, irəli çevirib baxa bilərsiniz. Debat, yenə də deyirəm, əsaslandırma tələb edir şagirdlərdən. Fikirlərini müstəqil şəkildə, arqumentlər gətirərək, düzgün, qərəzsiz şəkildə ifadə etmə. Bu da bizi hara aparır? Tənqidi təfəkkürə aparır. Bir də insan hüquqlarının pozulması ilə bağlı debat deyirsə, üzr istəyirəm, tənqidi təfəkkür də ola bilər, ha? Çünki burada debat məsələ. Amma pedaqoji tələbimiz inkişaf yönümlülük deyil axı. Müharibə zamanı insan hüquqlarının pozulması kimi milli mənəvi dəyər aşılayır şagirdə. Ona görə də bu şəxsiyyət yönümlülük olacaqdır. 76. Sinfə yeni şagird gəlib, lakin sinfə adaptasiya. Bu desənin təkrar sualdır. Müəllim uşaqların problemi həll edəcəklərini düşünərək, yox, tərsinə düşünərək bu işə soyuqqanlı yanaşır. Müəllim nəyi pozmuş olur? Müəllim dəstəkləyici mühiti pozmuş olur. Çünki şagirdə orada düzgün, mənəvi, psixoloji mühit yarada bilmir. Şagird özünü rahat, psixoloji baxımdan rahat, sərbəst hiss edə bilmir. Yəni, çünki müəllim buna soyuqqanlı yanaşır. Dəstəkləyici mühit. Ümumiyyətlə, situasiyalarda bir psixoloji halın pozulması, belə bir baskı, bullying halıdır, sonra bu kimi məsələlər, məsələn, sinif uşaq gəlib adaptasiya ola bilmir, öyrəşə bilmir, çətinlik çəkir, sıxılır, digər uşaqlar ya ona təzyiq göstərir, ya müəllim nə isə edir, məsələn, buradakı kimi bir soyuqqanlı davranır və bir tədbir görmür. Bu kimi situasiyalarda həmişə dəstəkləyici mühit olacaq pedaqoji tələbimiz. 77. Müəllim gündəlik planlaşmada dərsin məqsədini qeyd etmədən öyrənmə fəaliyyətini təşkil edir.
Mən pedaqoji tamlığı izah edəndə bayaq dedim ki, müəllim dərsini planlamasını, dərsinin məqsədini, gündəlik planlamasını öncədən edirsə, təşkil edirsə, bu zaman pedaqoji prosesin tamlığını etmiş olur. Bir də bu planlama məsələsini çox qısa şəkildə deyim. E, Planlamanı öncədən etməmək pedaqoji tamlıqdır. E, Nailiyyətin təhlilindən sonra planlamada dəyişiklik etməmək inkişaf yönümlü. Cavab A. 78. Müəllim dərs zamanı çox vaxt almasına baxmayaraq, kükürdün alınma reaksiyasını praktik olaraq göstərmək üçün özdə hər bir şagirdə şərait yaradırsa, demək ki, nəyi qoruyur? Hər bir şagirdə şərait inklüzivdir. 79. Müəllim şagirdin dərs zamanı səs saldığını görüb, sinif yoldaşlarının yanında onu pərt edir. Müəllim onu pərt edirsə və yaxud digər uşaqları pərt etməsinə şərait yaradırsa, bunu bir neçə dəfə dediyim mütləq ki, dəstəkləyici mühiti pozub. Müəllim şagirdlərin yaradıcı tapşırıqlarını yerinə yetirməyə hazır olmadıqlarını müşahidə edir və israr etmədən, bayaq da belə bir sual var idi, israr etmədən başqa tip tapşırıq verir. Ya razılaşdırmalıdır, ya onun mahiyyətini izah etməlidir. Uşaqlar, yəni ora həvəslə yanaşmalıdırlar. O şagird yönümlülükdə nə deyirdik biz? Meyil, marağının nəzərə alınması, bunun üçün addım atılması. Bu isə olacaqdır şagird yönümlülük. Belə, bu qədər. Yenə də deyirəm, tövsiyə edirəm ki, testləri işləməmişdən öncə dərsin izahına baxasınız. Daha sonra testləri işləyəsiniz. Testləri işlədikdən sonra isə ümumi testin izahına baxaq ki, mövzu daha da möhkəmlənsin. Belə oldu. Dinlədiyiniz üçün çox sağ olun.